Həmçinin Qurani-Kərimin möcüzələrindən də biri odur ki, qeybi şeylərin xəbər verməsi. Gələcəkdə baş verən şeylərin öncədən xəbər verməsi. Uca Allah Teala buyurur ki, Əlif Ləm Mim Qulibətir Rum. Rum məğlub oldu. Fi ədnəl ardı və hum min bə'di qələbihim seyəğlibun. Onlar yerin ən dərin çökəkliyində məğlub olduqdan sonra qalib gələcəkdir. Fi bid'sinin bir neçə ildir burada deyiləndə bid'sinin 3 ildən 9 ili əhatə eləyir. Və bu şeyin də Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında deyilməsi, sonra bir neçə vaxtdan sonra öz təsdiqini tapması, hələ o vaxta belə möcüzə kimi görsəndi. Fəth surəsi 27-ci ayə. Və həmçinin Qurani-Kərimin başqa peyğəmbərlər barədə, keçmişdə olanlar barədə də, onların halı barədə də xəbər verməsi, hansı ki, Bəni İsrail bunu çox yaxşı bilirdi, öz kitablarında görmüşdü. Lakin Peyğəmbərimiz sallallahu əleyhi və səlləm oxumağı, yazmağı bilmirdi, o bunları bilmirdi. Bu şeyləri Bəni İsrailə danışanda, xəbər verəndə onlar bilirdi ki, nəinki Peyğəmbərimiz, ərəblər heç biri bu barədə məlumatda deyilirlər. Onların elmi olmayıb ərəblərin, cahil olublar. Onlarda bir də şeirdən, qəzəldən başqa bir şey olmayıb onların mədəniyyəti. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm dəqiqliyi ilə bu şeyləri xəbər verəndə, məsələn, o Kəhf surəsindəki hadisələr danışanda heyrətə gəldi yəhudilər. Allah Teala buyurur ki, "Tilkə min ənba'il ğeybi nuhiha ileyk, ma kunta ta'lemuha ente və la qavmuka min qabli hada." Bu bizim sənə vəhy etdiyimiz qeybi xəbərlərdir. Sən bunu deyir, nə sən, nə də sənin qövmün öncədən bunu bilmirdiniz. Hud surəsi 49-cu ayə. Yəni, əgər Peyğəmbər sallallahu əleyhi və səlləm hər şey necə ki, o dinsizlərin dediyi kimi, Qurani-Kərim özündən uydurmuş olsaydı, özü barədə bu sözlər niyə deyirdi? Allah Teala deyirdi ki, biz bu şeyləri sənə vəhy eləməsəydik, bu qeybi xəbərləri sənə deməsəydik, nə sənin qövmün bu şeylərdən xəbəriniz olmayacaqdı. Az öncə deyim kimi, qövm də cahil idi. Peyğəmbər sallallahu əleyhi və səlləm özü də ummi idi. Ummi, yəni oxumağı, yazmağı bilməyən. Və həmçinin Qurani-Kərimin möcüzələrinə dəlalət edən şeylərdən də biri Qurani-Kərimin fəsahətdə gəlməsi idi. Ərəblərdə bəli, o zaman fəsahət, bəlağət çox yüksək inkişaf eləmişdi. Bu barədə dərslərimdə çox danışmışam, bunu çox dayanmaq istəmirəm. Və onlar görəndə Qurani-Kərim bu düzülüşlə gəlir və bu düzülüşlə yanaşı olmasına baxmayaraq, məsələn, gözəl şeirlər deyil, amma məna kəşf eləmədi. Bu ilə meyxanaçılar üçün danışırlar. Ortada taraz başlı bir məna yox. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir düzülüşlə və bunun içində tarixi məlumatlar, dini əhkamlar, qeybi xəbərlər, tarixi məlumatlar o yöndən ki, yəni tarixdə baş vermiş hadisələr, keçmişdəki qövmlərin başına gələn hadisələr, gələcəkdə baş verən hadisələr, dinin əhkamları, mirasın bölünməsi, nə bilim, başqa şəriətin əhkamları, oruc kimi, namaz kimi və s. Onunla yanaşı çox gözəl, kamil bir nizamla nazil olması. Bu onlara aciz qoymuşdur. Qurani-Kərimin ən böyük möcüzəsi budur.